Kaspi Media Group təqdim edir. Salam əziz tamaşaçılar, biz yenə sizinləyik. Keçən həftə olduğu kimi, bugünkü verilişimizdə də gözəl və sağlam görünməyi sevən xanımlarımız və bəylərimiz üçün maraqlı məlumatlarımız var. Əvvəlcə qısa sujetlərlə tanış olaq. Yeni dizayn və zövqlü xidmət, gözəllik və sağlamlığın ahəngi, hicablı xanımların bəzədilməsi, gözəl gəlinliklə fərqli görünüş. Yayın dəbli rəngləri, ulduzlu qonaq, diqqətlə baxın ki, tanıyasınız. Verilişimizə Xətai Klinikasının baş sponsorluğu ilə baxırsınız. Arzu etdiyiniz gözəlliyə sahib olmaq və komplekslərdən yaxa qurtarmaq üçün yolunuzu Xətai Klinikasından salmağınız yetər. Gözəl görünmək artıq öz əlinizdədir. Sponsorumuz Kaspi Təhsil Mərkəzidir. Kaspi Təhsil Mərkəzi hər zaman yenilikləri ilə sizləri təəccübləndirir. Xarici dilinizi inkişaf etdirmək üçün sizə yeni fürsət verir. Siz xaricdə həm öyrənib, həm əylənə bilərsiniz. Kaspi Təhsil Mərkəzi Bakıda ən böyük təhsil mərkəzlərindən biridir. Artıq 2 ünvanda yerləşirik və Kaspi Təhsil Mərkəzi olaraq 4 istiqamət üzrə fəaliyyət göstəririk. Birinci Kaspi Poliglot, burada İngilis, Rus, Alman, Fransız dillərinin ən müasir metodlarla tədrisi təmin olunur. İkinci Kaspi Abituriyentdir, burada isə abituriyentlərin ali məktəblərə hazırlığı təşkil olunur və qeyd edim ki, Kaspi Abituriyent Azərbaycanda tələbələrə təqaüd verən və onlara ən çox dərs saatı təklif edən yeganə mərkəzdir. Bu mərkəz həm Rus, həm Azərbaycan bölmələri üzrə fəaliyyət göstərir. Üçüncü Kaspi Professionaldır. Burada tələbələr və iş adamları üçün mühasibat ücreti, maliyyə, marketinq və kompüter bacarıqları üzrə təlimlər və treninqlər təşkil olunur. Dördüncü isə Kaspi Globaldır. Burada xaricdə təhsil üzrə konsaltinq, TOEFL və IELTS kurslarına hazırlıq, tələbələrin xaricdə ən nüfuzlu universitetlərə yerləşdirilməsi və yay boyunca İngiltərə və başqa ölkələrdə yay dil kurslarının keçirilməsi kimi fəaliyyət sahələri mövcuddur. Hər zaman orijinal makyaj və saç düzümləri ilə görüşümüzə gələn A-Studiya artıq yeni dizaynla xidmətinizdədir. Qırmızı və qara rənglə edilmiş dizayn salonda çalışanların zövqündən xəbər verir. 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Studiyada çalışan ustalar Pamen, Günay, Aygün və digərləri sayəsində ideal görünüşə sahib olan xanımlar həm də ideal rahatlıqdan zövq alacaqlar. Salon haqqında məlumat verən Nana xanım da bunu özlərinə əsas hədəf seçdiyini dedi. Bizim salon 1 il bundan əvvəl fəaliyyətə başlamışıq. Sadəcə olaraq bir balaca dizaynımızı dəyişmişik ki, xanımlarımız üçün daha da rahat olsun. İnşallah xanımlarımız gələrlər, burada hər bir xidmət var, hər bir xidmət göstəririk. Saç düzümləri, makyaj, kosmetoloji, gəlsinlər, buyursunlar. İnşallah mənə elə gəlir ki, narazı qalmayacaqlar. Bizdə kosmetoloji xidmətlər göstərilir, bundan sonra aparatlar gəlinəcək, hər bir xidmət olunacaq, üzlə bağlı liftinglər, fotoepilyasiyadır, hər bir xidmət olunacaq. Əsasən bizdə salonlarda çox vaxt problem yaranır. Yaşlı xanımlarımız zövqünə uyğun nəsə tapa bilmirlər. Ancaq bizdə hər yaşa uyğun makyajlar olunur, saç düzümləri olunur. İnşallah bizdə yaşlı nəsillər problem çəkir çox zaman salona gedərkən. Gəlsinlər, buyursunlar, bizdə istədiyi xidməti tapacaqlar. Əgər özünüzə kişilərin gözü ilə baxmaq istəyirsinizsə, usta Pamenə etibar etməyiniz yetər. Etdiyi saç düzümləri ilə hər kəsin üzündə sevinc yaratmağı bacaran Pamen salonda görəcəyiniz yeniliklərdən danışdı.
yeni komfortu ilə, yəni xanımlarımızın daha da rahat olması üçün, yəni az studiya yenidən təmirə bağlandı və yenidən açıldı. Xanımlarımıza yeniliklərimiz olacaq. Xanımlarımız incələr verilişi vasitəsilə baxa bilərlər. Əgər maraqlanmaq istəsələr, az studiyaya buyurub təşrif buyura bilərlər. İstədikləri sualları, istədikləri yenilikləri az studiyadan maraqlana bilərlər. Yəni yeniliklərimiz çoxdur, daha da çoxdur. Yenə də yeniliklərimiz olacaq. A-Studiya bir çox müğənnilərin də seçimidir. Elə ona görə də təbrikə gələnlər içərisində onlar da var idi. Müğənni Samira xanım yalnız A-Studiyanı seçəcəyini dedi və öz təbrikini etdi. Uğurlar diləyirəm yeni açılan studiyaya təbii olaraq. Onlara bolluca müştərilər arzu edirəm. Xanımların ən çox gün ərzində keçirdiyi vaxt təbii olaraq bax belə salonlarda, gözəllik salonlarında olur. Uğurlar diləyirəm, təbrik edirəm sizləri. Firuzə xanımı həmişə daha da gözəlləşdirən A-Studiya bu dəfə özü gözəlləşdi. Təbrik edirəm. Çox gözəl ab-havası var. Çox gözəl dizaynı var. Buradakı xanımların gözünü yormaz. Çox gözəl adı var. Şəhərimizin çox gözəl bir məkanında yerləşir bu salon. Mən arzu eləyərəm ki, bütün gözəl xanımlar özlərinin bir daha gözəlliklərini sınasınlar. Bura gəlib bir balaca özlərini sığal versələr, burada hər şey var. Trenajör zalları da var, gözəl kosmetoloqlar var, gözəl saç ustaları var. Və əlbəttə ki, mən özüm də bura heç gələcəm, təşrif gətirəcəm və bütün xanımlara arzu edirəm ki, gözəlliklərini qorusunlar. Kristal qrupunun rəhbəri Mədinə xanım və onun sevimli qızları da təbriklərə qoşuldular. Təbrik edirəm, xeyirli olsun, ruzlu, bərəkətli olsun. Xoşum gəlir. Yəni mən bayaq da ümumiyyətlə bilirlər, xalqımız hamısı bilir. Mən çox sevirəm salonları getməyi, gəzməyi, gözəlliyi çox sevirəm deyə. Mənə elə gəlir, hər bir xanım gözəlliyi sevir və hər bir xanım salona gəlməlidir. Timbuli bura, A-Studiya salonuna. Təbrik edirik, uğurlar arzu edirik, uğurlu olsun. Gözəl məkandır, rənglər ümumiyyətlə vəhdət təşkil edir. Çox gözəl yerdir. A-Studiya salonuna gələn xanımlar və bəylər deyilənlərin heç də əbəs olmadığının bir daha şahid olacaqlar. Təbriklər A-Studiya. Yaz fəsli bitmək üzrədir. İsti yay günləri demək olar ki, burnumuzun ucundadır. Yayın gəlişi xanımlarımızın da geyim tərzinə təsir edir. Belə ki, yeni modelli geyimlər tapmaq hər birimizin arzusudur. Tanınmış modelyer Leyla Əhmədova dəblə ayaqlaşan xanımlarımıza öz məsləhətlərini verir. Modelyer olmaq üçün yalnız bu sənəti öyrənmək kifayət etmir. Yüksək fantaziya və incəlik yaradan barmaqlara sahib olan Leyla Əhmədova da elə belə düşünür. Yaponiya, İtaliya kimi ölkələrdə Azərbaycanı təmsil edən modelyerimiz tamaşaçılarımıza orijinal tərzli əl işlərini nümayiş etdirdi. Milli ornamentlərə üstünlük verən Leyla xanımın yaratdığı gəlinci modalar evinin ən sevimlisidir. Nargilə adlı bu gəlinciyin üzərində Swarovski qaşları ilə Azərbaycanın gerbi işlənmişdir. Qanadlarının kəpənək şəklində təsvir edilməsini isə Leyla xanım Azərbaycan qızlarının incəliyi ilə əlaqələndirdi. Məqsədim Azərbaycanı dünya miqyasında tanıtmaqdır deyən modelyer bu dəfə də yeni kolleksiyası ilə xanımları təəccübləndirir. Bu geyimlərdə istənilən məclisdə seçilənlərdən ola bilərsiniz. Yaz təravətli tünd yaşıl rəngli ziyafət paltarının incə tərzi onu daha heyrətamiz edir. Çəhrayı rəng şıltaq xanımların seçimidir. Daha cazibədar görünmək istəyənlərə Leyla xanımın kolleksiyasındakı çəhrayı paltar ən ideal seçim ola bilər. Bənövşəyi rəng hər yay xanımlarımıza xüsusilik gətirir. Elə Leyla xanım da bu geyimini nümayiş etdirməklə xüsusi görünmək istəyənlərə ideya vermiş oldu və yayın dəbli rənglərindən danışaraq xanımlara məsləhətlərini verdi. Xanımlarımıza təqdim eləmək istədiyi geyimlər indi xanımlarımız yəqin ki görüb.
və əsas olan rənglər moruğu rəngidir, yaşıl rəngidir. Amma yaşılın xüsusi rəngi vardı, o fıstıq rəngi deyirlər Azərbaycan dilində və yasəmən rəngi. Amma bu yasəmən, qırmızı, yəni bu rəngləri qarışdırmaq şərti ilə, yəni qızıl rənglə qarışdırmaq şərti ilə və boz rənglə qarışdırmaq şərti ilə. Çünki 2010-cu ildə ən dəbdə olan bir rəng boz rəngi. Amma boz rəngi biraz tünd və adamı açmayan rəngdir. Yəni mən xanımlarımıza parlaq rəngləri onunla bir yerdə qarışdırmağa daha üstünlük bilirəm. Bugün biz biraz gecə geyimlərimizin, yəni paltarlarımızı təqdim edirik və xanımlarımız fikir versinlər hansı detallar, yəni geyimlərdə istifadə oluna bilər. Bu biraz fanarik deyilən bir qollar var. Yəni xanımıza xahiş eləyəcəyik təqdim eləsin. Və deməli birinci başlayaq nədən? Bilirsiniz, bu ildə çox qarışıqlar var və bu qarışıqlar ondan ibarətdir ki, paltarlarda dəqiqlik yoxdur. Hansı bir biçim düzümü, vıtçıqamı, yəni o olmamalıdır. Nə qədər çox, yəni paltarın üstündə parça özü, yəni özünü sərbəst hiss eləsə, o qədər gözəldir. Belə aksent vermirik biz, biraz boşluq beldə yaradırıq ki, yəni əgər xanımlarımızda hansı bir çəkidə problemlər varsa, yəni onunla o özünü, yəni hansısa bir gizlədə bilər. Modalar evinin hər köşəsində Leyla xanıma aid bir incəlik var. Elə ona görədir ki, xanımlar geyim seçimində məhz ona etibar edirlər. Ən vacib günlərdə makiyaj seçimində köməyimizə çatan stilist vizajistlərdən biri də Nərmin xanımdır. O bugün toya hazırlaşan hicablı xanımlarımıza maraqlı məlumatlar verəcək. Xanımlar hər zaman seçilmək istəyir. Xanımlar hər zaman gözəl olmaq istəyir. Bu gözəlliyə isə əziz xanımlar, stilist, vizajist Nərmin sayəsində nail ola bilərsiniz. Qeyd edək ki, gözəl saç düzümlərini və gözlərin ölçüsünə uyğun makiyajı Nərmin xanım çox qısa bir müddətdə edir və vaxtınıza qənaət etməyə çalışır. Toya olan hicablı xanımlara özünə məxsus forma verən stilist ümumiyyətlə hicabın bütün qadınlara yaraşdığını dedi və açıq rəngli parçalarla maraqlı hicab forması yaratmağa başladı. Bugün mən xanımlara hicab növünü göstərəcəm. Bu hicab növü necə ki saç düzümü eləyirik. Elə bir saç düzümü sadəcə olaraq parçadan yığacam. Çox maraqlı və fərqli hicab növüdür. Xanımların nəzərinə çatdırmaq istəyirəm ki, hicab bağlayarkən, bu hicablı xanımlara aiddir. Bağlayarkən mütləq parçanın materialına və onun rənginə mütləq nəzər yetirsinlər ki, o həm rəngi xanımın üzünə yararsın, yəni onun rəngini boğmasın. Həm də ki, parça elə parça olmalıdır ki, başda otursun, yəni sürüşməsin, açılmasın, xanım özünü diskomfort hiss etməsin. Xanımlar ümumiyyətlə də bir yığıncağa gedirlərsə, özlərini hicab bağlamaq istəyirlərsə ev şəraitində, istəyirlərsə saçları hicab hündür olsun, yəni hündürdən olsun, yapışıq formada olmasın, onlar qupqadan istifadə edə bilərlər, əlavə material qoya bilərlər ki, hicab üstündən bağlayanda əgər saçları qısadırsa, hicab hündür olsun. Əgər saçları uzundursa, hündürdən xost deyirlər də belə, hündürdən yığsınlar saçlarını və onu fırladıb, içəridən yəni hündürdən bir qupqa kimi şişqa bir formada alsınlar ki, hicab bağlayanda hündürdən görsənsin. Hündür forma çox xanımlara yaraşır. Bugün mən xanıma gəlinlik hicabı bağlayıram. Bu qız toyu üçün nəzərdə tutulub. Yəni ağ rəng deyil, ağ rəng deyil, yəni bənövşəyi, çəhrayı tonlarda seçmişəm.
Bu xanımlara demək istəyirəm ki, baxsınlar bu dartılan materialdır. Dartılan materialdan hicab yığmaq çox asandır və rahatdır. Xanım özünü belə necə deyir, o yığıncaqda etibarı hiss edir ki, hicabı açılmayacaq, özünü narahat hiss eləməyəcək. Həm də ki, hicab özü də istədiyi formada başda yəni yığılır, rahat görsənir. Görürsünüz də xanımlar, yəni ki, mən bunu qarmışqa formasında yığıram. Həm gülə bənzəyir, həm də başda çox gözəl görsənir, maraqlı görsənir ən azından. Sadə deyil, yəni ki, xanımın toyudur. O adi gəlinlərdən, adi xanımlardan seçilməlidir. Gördüyünüz kimi sadə materialdır, yəni heç bir şey olmayan materialın üzərindən belə bir aksesuarlar tikmişəm, əlavə etmişəm, yəni bəzənmişəm. Hicab formasına uyğun edilmiş makyajla arzu olunan gözəlliyə sahib olmaq olar. Elə Nərmin xanım da bunun üçün əlindən gələni edir və öz məsləhətləri ilə xanımlarımıza doğru makyaj etməkdə kömək olur. Makyajını da xanımın öz, yəni ki, bu hicaba uyğun edəcəm, üz cizgisinə uyğun edəcəm. Gözlə qaşa baxacağam, mütləq gözlə qaşa baxmaq lazımdır. Əgər məsafə iridirsə, gözlə qaş arasında onda qara kölgələrdən, tünd çalarlardan istifadə etmək olar. Gözəllik və sağlamlıq. Bu iki söz çox vaxt yanaşı çəkilir. Hamımızın yaxşı tanıdığımız Xətai klinikası da gözəllik sağlamlığın vəhdətini yaratmağa çalışır. Bunun üçün klinikanın peşəkarları ilə yanaşı İran İslam Respublikasından dəvət olunmuş həkimlər də əmək sərf edir. Hər dəfə müxtəlif xidmətlərlə görüşünüzə gələn Xətai klinikası bu dəfə də yalnız sizin istəklərinizi həyata keçirəcək. İrandan dəvət olunmuş diyetoloq doktor Firidun Məməqani köklüyü özünə kompleks edənlərin ən yaxın köməkçisidir. Köklük sadəcə görüntü cəhətdən deyil, həm də sağlamlıq cəhətdən problem gətirir. Ona görə də ilk növbədə peşəkarlara müraciət etmək lazımdır. Artıq çəkinin gətirdiyi problemlərdən danışan Firidun Məməqani xanımlara öz məsləhətlərini verdi. İki formada köklük var. Bir alma formadadır ki, kişilərin köklüyüdür. Bir də köklük vardır ki, armud formada, armud şəkildədir ki, əksərən çox qadınlarda göstərilir. Çünki qadınların hormonları, zənanə hormonları, estrogen və bir sürü ayrı genetik faktorlar onlarda kişilərdən fərqlidir. Əksər yeməklərdən imtina edən xanımlar, əgər sağlam qidalanmaq istəyirsinizsə, hər yeməyin dadına baxın, ancaq dəyərincə. Arıqlama diyetləri ki, kalorilər mütləq məhduddur və çox aşağıdır. 800 kaloridən aşağıdır. Bir müddətdən sonra mütləq və 100% bunlar problem yaradacaq. Çünki diyetoloqlar və researchçilər, mühəqqqiqlər külli dünyada bunu yetişiblər ki, minimum insan 100 qram nişasta qrupundan ehtiyacı var. Əgər bu nişasta qrupu gün boyunda 5 ilə 6 vədədə bədənə yetişməsə, minimum bir dənə halət, medikal problem icad edər ki, ketoz icad edər və birinci bunun problemlərindən budur öd kisəsinin daşları, öd kisəsinin daşlarını icad eləyəcək. İkinci budur nevroz problemləri mütləq icad eləyəcək. Üçüncü budur bir müddətdən sonra bunlar ki, çox sürətli bir qısa, məhdud və qısa vaxtda çəkilərini atıblar. 2 qat çəkiləri qeydəcək və bu bilələrinə bir dənə haləti depression verəcək ki, niyə mən bir belə zəhmət çəkdim çəkimin atmağına, amma nəticə almadım. Qısa müddətdə çox çəki atmağa çalışanlar sonradan əks göstərici ilə rastlaşa bilərlər. Normal arıqlama haqqında doktor Firidun Məməqani özü danışdı. Normal çəkini atmağı 2 ilə 4 kilodur həftədə hər insana.
Amma bəzi vaxtlar 6 ilə 8 kilo da var. O severe obesity, çox köklülər onlar. Onlar doktor, diyetoloq yazır diyetləyin və 6 ilə 8 kilodan da çox ayda o problem icad edir. Onlar ki, kimyai dərmanlarla ya su ilə qalırlar, özlərindən diyet saxlayırlar. Birdən ayda 10 kilo, 15 kilo çəki atırlar. Mütləq bunlar hamısı problem tutacaq və xəstəlik tutacaqlar. Xəstəliklərin, yəni özləri öz xəstəliyi əli ilə alır. Siz görürsünüz, pi səviyyəsini tutuyor, adı kaliperdir, İngilisdən malıdır. Biz kaliperlə 4 qisməti bədəndən pi səviyyəsini ölçüyük. Triceps, skin full thickness, TSF ya bunları cəmləyik və bir dənə formulu vardı ki, bədənin pi səviyyəsi neçə faizdir bədənin pi, onu bizə mütləq ehtiyacdır. Hər gələsə 20 gündən bir xəstə müraciət edir klinikaya. Baxır ki, şəkiləri və rəzmerləri azalıb, pi səviyyəsi də azalıb ya yox. 3 gələsə bir nəfər, 3 minimum, maksimum 4 gələsə bir nəfər xəstə müraciət edənsə, şəkisi azalmasa, pi səviyyəsi də azalmasa, diyet səhv diyetdir ya riayət edən düz riayət etməyibdir. Bədən quruluşunun gözəl olması əlbəttə sevindirici haldır. Ancaq dəridə problemlər olanda komplekslər artmağa başlayır. Yay ərzində dərinin qulluğa xüsusilə ehtiyacı var. Bunun üçün qidalandırma və nəmləndirmə vacibdir. Bu işdə isə sizə Xətai klinikasının kosmetoloqu Zinət xanım kömək edəcək. Bir çoxları buxar təmizlənməsi zamanı üzə infeksiya yayılacağından qorxurlar. Ancaq Zinət xanım təmizləməni xüsusi maska sayəsində həyata keçirdiyi üçün qızartı və infeksiyanın yayılması baş vermir. Dərinin üstünə nəm tənzif qoyulur və daha sonra maska taxılaraq 20 dəqiqə üzdə saxlanılır. Üst təmizləndikdən sonra Fransadan gətirilən xüsusi aparat vasitəsilə nəmləndirmə həyata keçirilir. Ümumiyyətlə bu aparatla mezofilling, mezolifting, iyonlaşma, stimullaşma əməliyyatları aparılır. Aparatda cavan və yaşlı dərilər üçün xüsusi proqramlar nəzərdə tutulub. Bu proqramlar vasitəsilə dəri nəmləndirilir. 6 dəqiqə davam edən prosedurdan sonra dəridəki dəyişikliyi özünüz hiss edəcəksiniz. Kosmetoloq bildirdi ki, yayda çiyələk və pomidorla edilmiş maskalar çox xeyirlidir. Bunun üçün çiyələk, 1 çay qaşığı un və 3 damcı pereksin qarışığını üzünüzdə 20 dəqiqə saxlaya bilərsiniz və ya pomidor, yumurta ağı, 3% pereks və 2-3 damcı limon şirəsi ilə dərinin qara nöqtələrdən və sızanaqlardan təmizləməsinə nail ola bilərsiniz. Sağlamlıq olmayanda gözəllik də insana zövq vermir. Masajist, şəfa doktor isə bu sağlamlığı sizə vermək üçün şəfalı barmaqlarından istifadə edir. Tez-tez baş ağrıları, əzələ ağrıları olsa da əhəmiyyət vermədən keçirik. Bu isə sonradan daha ağır xəstəliklərə gətirir. Bu haqda sizə Xətai klinikasının mütəxəssisi şəfa doktor məlumat verəcək. Xətai klinikasını seçin ki, hər kəs özəl olduğunuzu hiss etsin. Bugünkü söhbətimiz osteoxondroz haqqında olacaq. Osteoxondroz dedikdə biz fəqərarası disklərin və fəqərlərdə gedən degenerativ distrofik dəyişikliklər nəzərdə tutulur. Bu 30-35 yaşdan sonra demək olar ki, bir çox insanlarda müşahidə olunur. Onun simptomları baş ağrıları ilə, əzələ ağrıları ilə, bu sinik öz sürülərinin sıxılması nəticəsində əl barmaqlarının ucunda qarışqa gəzintisinə oxşayan bir qıcıqlı bir hiss törədən hisslərlə müşahidə olunur. Boyun osteoxondrozu ən çox fiziki gərginliyə məruz qalan hissədə boyunda, bir də bel olma osteoxondrozu deyəndə isə biz bel olma nahiyəsində gedən dəyişiklikləri müşahidə edirik. Bunlar nəticəsində bəzən vertebro-bazilyar çatışmazlıq deyilən bir xəstəlik əmələ gəlir. Bu da osteoxondroz nəticəsində əmələ gəlir. Masaj nəticəsində əzələlərin qan təchizatı yaxşılaşır və bunun nəticəsində xəstə özünü çox gümrah hiss edir.
onurğanın osteoxondrozu remissiyalarından və kəskinləşmə dövrləri ilə müşahidə olunur. Remissiya deyək, yəni sakitləşmə dövrü olur, bir də kəskinləşmə. Kəskinləşmə dövrü əsasən travmalar nəticəsində, soyuq dəymələr nəticəsində baş verir və xəstəni çox narahat edir. Remissiya dövrü dedikdə isə xəstə bu müddət ərzində özünü gümrah hiss eləyir və hətta bəzən özünü həmən xəstələr, boyun osteoxondrozu, ya bel osteoxondrozu olan xəstələr sağlam adamlardan heç nə ilə fərqlənmir. Amma xəstənin kəskinləşmə dövründə xəstələrdə ağrılar müşahidə olunur, bel nahiyəsində və ya boyun nahiyəsində. Bu da öz növbəsində xəstələrin həm iş qabiliyyətini məhdudlaşdırır, həm də onların yuxusunu və əsəb sistemini narahat eləməyə başlayır. Sponsorumuz Kaspi Təhsil Mərkəzidir. Kaspi Təhsil Mərkəzi gənclərin mükəmməl xarici dillərdə danışması üçün onlara xaricdə 3-4 həftəlik dil kursları keçməyi təklif edir. Bu yay siz ingilis dilini xaricə getmədən belə təkmilləşdirə bilərsiniz. Belə ki, Kaspi Təhsil Mərkəzi Amerika Birləşmiş Ştatlarından və Böyük Britaniyadan beynəlxalq sertifikatlı peşəkar müəllimlər dəvət etmişdir və bu müəllimlər sizə 8 həftəlik intensiv ingilis dil kursları, TOEFL və IELTS hazırlıqlarını təklif edəcəklər. Gəlinlik paltarı geyinmək hər bir xanımın arzusudur. Bütün xanımlar toy günü necə görünəcəklərini əvvəlcədən fikirləşirlər. Əgər siz də toya hazırlaşırsınızsa, hələ də seçim etməmişsinizsə, elə isə Estelita gəlinlik dükanına yollanın. Estelita gəlinlik mağazasında görəcəyiniz gəlinlikləri heç yerdə görməyəcəksiniz. Çünki buradakı bütün gəlinliklər Avropadan gətirilmiş parçalardan hazırlanır. Gəlinliklərdə Stella xanımın yüksək incəliyi duyulur. Uzun fata ilə paltar daha cəlbedici göründüyü üçün hər kəs toyda sizə heyran qalacaq. Quasi Natale, tu non ci sei più e mi manchi amore mio, tu mi manchi come quando cerco di e in assenza di te io ti vorrei per dirti che tu mi manchi amore mio, il dolore forte come e l'assenza di te è un vuoto dentro me, perché di noi è rimasta l'anima, ogni piega ogni pagina, se chiudo gli occhi sei qui che mi abbracci di nuovo così. Siz bu gəlinliklərlə həm seçiləcək, həm də seviləcəksiniz. Swarovski qaşları ilə bəzədilmiş paltarlar ən önəmli gününüzdə zərifliyinizi qoruyacaq və göz qamaşdıran parıltısı ilə bütün diqqətləri sizə yönəldəcək.
sadəlik təbiilikdir. Sadəliyi və orijinallığı sevən xanımlar da Estelitada arzuladıqları gəlinliyə sahib olacaqlar. Öz xüsusi gecəsində fərqlənmək istəyən xanımlar Estelitanı seçdilər. Çünki Estelita yalnız sizi düşünür. Grido il bisogno di te, perché non c'è più vita in me. Vivo in assenza di te. Daima diqqət mərkəzində olan insanlar hər zaman gözəl və fərqli olmaq üçün əllərindən gələni edirlər. Çünki gözəl görünmək üçün sadəcə gözəl olmaq yetmir. Tamaşaçıların maraq dairəsində olan insanlardan biri də son zamanlar populyarlıq qazanan, adı tez-tez cazibədar xanımlar sırasında çəkilən rəqqasə Aksanadır. Aksana xanım, biz sizi tanıyırıq. İstərdim ki, tamaşaçılar da sizi daha yaxından tanısınlar. Ona görə biraz qısa məlumat özünüz haqqında. Əslim professiyam, yəni mən həkiməm. Həkim Dəri Zöhrəvi, ginekoloq. 6 ildir ki, artıq həkimliyim fəaliyyətimi göstərirəm. Baxmayaraq ki, rəqslərlə də məşğulam, professional rəqslərlə, Hind rəqsləri ilə məşğulam. Demək olar ki, Aksana xanım Hind rəqslərinin mahir ifaçısı. Çünki böyük nailiyyətlərim var, yəni bu hissədə, bu sənətdə. Artıq 19 ildir ki, mən Hind rəqsləri ilə məşğulam və klassika, stilizasiya, estrada Hind rəqsləri ilə. Amma ona da baxmayaraq həkimlik fəaliyyətimi göstərirəm. Onda siz rəqqasəyə hobbi kimi baxırsınız? Mənim əsas pul, yəni nə deyim, maliyyə cəhdi bəli, həkimlikdən gəlir təbii ki. Amma rəqqasəlikdən mən restoranlarda çıxış etmirəm ki, toylarda falan ki, məndən pul qazanım oradakı nəsə bir şey yox. Mənim sadəcə rəqslərim hamısı səhnə səviyyəsindədir və hansısa bir müsabiqələrə qatılmaq, hansısa bir müsabiqələrdə bu barədə jüri kimi oturmaq və yaxud nəsə eləmək, müəllimlik eləmək bu barədə. Since I was 17, don't matter if I step on the scene or sneak away to the Philippines. They still gon' put pictures of my derriere in the magazine. Sağlamlığınla bağlı xüsusi bir pəhriz saxlayırsan, yoxsa hansısa bir idman növü ilə məşğul olursan? Bəzi hallarda saxlayıram. Məsələn, idman mən məşğul olurdum, amma rəqsdən öncədən. Məsələn, indi rəqs elədiyim zaman məndə həftədə 3 dəfə, 4 dəfə mən 2-2 saat mən rəqs eləməliyəm. Eləməsəm alınmır. Çoxu meyvə yeyirəm, tərəvəzi hədsiz sevirəm. Məsələn, göyərtini çox yeyirəm. Göyərti, hələ göyərti olsun, fıstayana göyərti yeyim, belə bir şey var. Amma yeməklə aram yoxdur. Sizcə qadınlar necə geyinməlidirlər? Mən məsələn, bilirsiniz necə, mən elə gəlir ki, qadın quruluşuna və figurasına uyğun geyinməlidir. Məsələn, elə vaxt mən edirəm, gəzirəm məsələn şəhərdə falan. Bizim qadınlar daha çox belə, necə deyim, gözəl, təbii ki, mən xoşlayıram. Azərbaycanda qadın çölə çıxanda çox özünə bir belə əl üstünlüyü verir, yəni çox bəzənir, düzənir, paltar deyim. Yəni ki, çox gözəl bir qadın simasında çıxır. Çox xoşuma gəlir, amma ki, bəzi hallarda mənim nə xoşuma gəlmir. Məsələn, dəniz kənarında və yaxud hansısa bir istirahət mərkəzində mənə elə gəlir kabluk falan, o çox belə yaraşmır da, həm də heç mənzərəyə uyğun deyil. Yəni ki, o biraz nədən irəli gəlir, mən hələ bilmirəm. Amma mən elə məsələn geyinməzdim və yaxud elə vaxt zaman olur ki, mən görürəm və yaxud mənim rəfiqələrimlə bir yerdə gedəndə kök qadınlar
çox belə dar paltarlar geyinirlər. Onu da mən xoşlamıram. O qədər məndə məsələn aksesuarlar var ki, evə gələndə qonaqlar falan deyir ki, o aksesuarları sən prakata götürürsən. Deyirəm, yox, prakata götürmürəm. Hamısı mənə Hindistandan gəlir həqiqətən də. Çünki ya və yaxud harasa gedirəm, Hind mağazini gördüm, mən sразу cümləm var ki, nəsə bir şey alında, maraqlı bir şey. Əsasən yəni bijuteriya yoxsa ki, zinət əşyalarına üstünlük verirsiniz? Yox, bijuteriya da var məndə və beləsi də var, amma qızıl bir şey sevmirəm. Daha yaxın mənə bijuteriyadır, amma biri var ucuz bijuteriya, hansı ki, məsələn, bir gündən, 2 gündən sonra sınır və yaxud nəsə bir qırılır, düşür. Yox, biri var biraz ondan bahalı bijuteriya, hansı ki, davamlıdır. Shopping etməyi xoşlayırsınız? Shopping etməyi, mən necə deyim sizə, inanırsınız ki, birincisi vaxtı olmur shopping etməyə də. İkincisi, Azərbaycana gələndən mən Azərbaycanda çox az hallarda, məsələn, shopping edirəm. Sizin üçün yəni ki, nədir? Yəni ki, vaxt sərfidir, yəni vaxtınızı keçirtmək üçün getmək istəyirsiniz, yoxsa ki, depressiyadan azad olmaq üçün shopping edirsiniz? Shoppingi mən ancaq istirahət zamanı edirəm. Yəni, istirahət zamanı mən bolunca shopping elə bilərəm, məsələn, amma yorulmadan da. Məsələn, amma belə vaxtı tələb qarşısında lazımdır ki, məsələn, bunu gedib almalıyam, məsələn. Aksana xanım, ümumiyyətlə hansı ölkələrdə olmuşsunuz? Mən az ölkələrdə olmuşam, yəni amma olmuşam. Hər halda Rusiyanın ümumiyyətlə bütün şəhərlərində olmuşam, amma ölkələrdə əgər baxma, Ukraynada olmuşam, Türkiyədə olmuşam, sonra Kitayda olmuşam və Taylandda olmuşam. Amma böyük arzum var ki, təbii ki, indi bu yaxınlarda inşallah arzu da olmalı. Sadəcə vaxt yoxdur, inanırsınız ki, vaxt yoxdur. Hindistana gedəcəm inşallah səyahətə. Bu yaxınlarda istəyərdim ki, putyovka götürüm və Dubaya istirahətə gedim. Və ən istəmədiyim yer yəqin ki, ölkə yəqin Fransadır. Getdiyin ölkələrə nə məqsədlə getmirsən? Pekində 5 dəfə olmuşam, amma 2 dəfə müsabiqə olub, beynəlxalq müsabiqələr keçirilib orada Hind rəqsləri üzrə. Ora getmişəm. Taylandda məsələn olub toju müsabiqə, hətta istirahət üçün də getmişəm, amma Ukraynada olmuşam müsabiqə. Çoxsa elə müsabiqə ilə bağlı, Rusiyadakı 21 ildə orada yaşamışam, yəni. Sizə sonda sənətinizdə uğurlar arzulayırıq. Bəs siz bizim verilişə nə arzulayardınız? Çox sağ olun ki, məni bura dəvət etdiniz. Sizin çəkiliş qrupuna təşəkkürümü bildirirəm və demək istəyirəm ki, sizin incilər verilişinə mənim nə arzum ola bilər? O arzu ola bilər ki, bütün bizim gözəl xanımlarımız, gözəl hətta kişi xeylanlarında baxsın sizin verilişə daha da incə nazir olsunlar, amma kişilər baxsın sizin verilişinə və xanımları üçün incə olmaqlarına kömək etsinlər, yardım etsinlər. Çünki hədsiz dərəcədə bizim xanımlarımız ən gözəl, ən incə, ən maraqlı xanımlardır və elə də qalsınlar. Sizi kimi Samirə xanım. Çox sağ olun. Çox sağ olun, minnətdarım. Sağ olun. Since I was 17, don't matter if I step on the scene or sneak away to the Philippines. They still gon' put pictures of my derriere in the magazine. Daima xidmətinizdə olan ünvanlardan biri də Alfa-Ritm Estetik Klinikasıdır. Klinikada çalışan həkimlərin peşəkarlığı qarşılaşdığınız problemləri tez bir zamanda aradan qaldıracaq. İndi isə epilyasiya və dərinin stimullaşdırılması haqqında klinikada olan süjetimizə baxaq. Alfa-Ritm Estetik Mərkəzinin həkimləri ən son müasir aparatlarla xanımlara xidmət göstərir. Həkim dermatokosmetoloq Günay xanım
üz dərisindəki problemlərlə mübarizə aparmaqda mahirdir. Göstərdiyi xidmətlər haqqında Günay xanım özü danışdı. Klinikamızın kosmetologiya kabinetində xanımlara bir çox xidmətlər göstərilir. Bunları ümumiyyətlə 3 hissəyə bölmək olar. Bu cavanlaşdırıcı prosedurlar, müalicəvi prosedurlar və inyeksiyon prosedurlardır. Bu prosedur zamanı dəriyə xüsusi zərdab yeridilir ki, yəni zərdab da dəri tipinə uyğun olaraq seçilir. Yəni həm təravətləndirici zərdab olar, həm cavanlaşdırıcı, həm nəmləndirici problemə uyğun olaraq. Və həmin zərdab oksigen köməyi ilə dəri qatından içəri yeridilir. Zərdab dəriyə yeridildikdən sonra masaj və xüsusi maskalar da dəriyə çəkilir. Prosedur həftədə 2-3 dəfə olmaqla tam kurs 10 seansdan ibarətdir. Bundan əlavə cavanlaşdırıcı prosedurların arasında miostimulasiya prosedurunu da qeyd etmək istərdim. Bu prosedur dəri sallaqlığı və əzələ tonusu aşağı olan xanımlara təklif olunur. Bundan əlavə ikincili buxağı olan xanımlara təklif olunur. Cavanlaşdırıcı prosedurların arasında digəri isə miostimulasiya prosedurudur və yaxud lifting proseduru. Prosedurun sonunda dəriyə xüsusi tonuslandırıcı maska çəkilir. Prosedur 1 saat çəkir, o da həftədə 2-3 dəfə olmaqla tam kurs 10-12 seansdan ibarətdir. O ki, qaldığı mimiki qırışlara onlarla mübarizədə alternativi olmayan bir üsul istifadə olunur. Yəni, botulotoksin tip A-dan istifadə edirik. Və sonda bir neçə kəlmə kontrplastikası haqqında demək istərdim. Klinikamızda həm təbii, həm də süni gellərlə kontrplastikası proseduru həyata keçirilir. Kontrplastikasının köməyi ilə burun dodaq büküşlərinin doldurulması, dodaq konturunun bərpa olunması, dodaqların həcmləndirilməsi və digər prosedurlar mümkündür. Alfa-Ritm Estetik Mərkəzinin digər bir peşəkar həkimi də həkim dermatokosmetoloq Sevinç xanımdır. Arzu olunmaz tüklərdən qurtulmaq üçün ona müraciət etsəniz, seçiminizdə yanılmazsınız. Artıq tüklənmə bir çox xanımların probleminə çevrilmişdir. Problemin səbəbi hormonal sistemdə disfunksiya, daxili orqanların xəstəlikləri ola bilər. Alfa-Ritm Tibb Mərkəzində pasiyentlər tam müayinədən keçirilir, ultrasəs müayinəsi və hormonal analizlər verilir. Yalnız pasiyentlərimiz günəş şüaları qəbul edirlərsə, bundan sonra 10 gün gözləmək lazımdır. Ondan sonra isə epilyasiyanı tam rahat şəkildə aparmaq olar. Proseduralar nəticəsində dəri üzərində olan tüklər getdikcə nazikləşir və seyrəldirlər. Proseduraların ümumi sayı il yarım ərzində 3 dəfədən 10 dəfəyə qədər ola bilər. Əgər hormonal pozğunluqlar yoxdursa, bu seansların sayı 3-4 dəfə ilə də məhdudlaşa bilər. Gördüyünüz kimi aparatın 3 ucluğu vardır. Bunlardan biri danışdığımız kimi diodlu lazer epilyasiyası, digəri IPL ucluq və indiaq ucluğudur. Ucluqlardan biri IPL ucluğudur ki, onun köməyi ilə biz dəridə fotoepilyasiya prosedurasını və fotocavanlaşma prosedurasını edirik. İndiaq ucluğun köməyi ilə üz dərisində və bədəndə olan xırda qırmızı kapillarları yığmaq mümkündür. Xanımların nəzərinə çatdırmaq istəyirəm ki, Alfa-Ritm Tibb Mərkəzində bütün yay mövsümü boyu diodlu lazer epilyasiyasına 70% endirim kampaniyası və fotoepilyasiya bədən nahiyəsində bir impulsdan biri hədiyyə kampaniyası davam etməkdədir. Gözəlləşmək istəyən bütün xanımları Alfa-Ritm Tibb Mərkəzinə dəvət edirik. Əziz xanımlar, 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Diqqət! Biliyinə və savadına güvənənlər, ekrana daha yaxın əyləşin. Bu suala aşağıda göstərilən veb saytına düzgün cavabı birinci göndərən şəxs sponsorumuz olan Kaspi Təhsil Mərkəzindən bir aylıq kurs keçməyi qazanacaq. Sual: İndi 15:00-dırsa, 110 saatdan sonra neçə olacaq? A. 18:00, B. 22:00, C. 05:00.
Hörmətli tamaşaçılar, siz Xətai Klinikasının baş sponsorluğu ilə İncilər verilişinə baxdınız. Ümid edirik ki, verilişimiz ürəyinizcə oldu. Biz gedirik, amma yenidən gəlmək şərti ilə. Gələn həftə bizə baxmağı unutmayın. Hələlik!